Ay özümden hərləmirəm ayıbdır siz. Yok qaqa səsi bağlamıram. Qoy ona ver, ona ver, ona ver. Ona ver qaqa, ona ver başa dönüm sən. Qeyrəti varsa desin ki mən bu şey eləməmişəm. Namusu varsa, o kör göz özü kapron gözü var ha. Belə bax ver ona. Adə durun osurun buradan pis yazanlar. Hamımızın ağzına giyindirin pis yazanlar. Atsın desin ki səhv deyirsən Təbriz. Atsın. Ay qaqa hörmətdən Allahın qarşısına düşməyin. Bəndən qarşısına düşməyə eybi yoxdur. Kakoy bir de takoy at ver. Atsın. Gözlə. Gözlə. Faktla bağlı araştırma. Bir de gözlə. Qeyrəti varsa atsın. Kişidir bu. Hə, mamamı yobruyam. Mamama dot parka gitmişəm. Alo. Qaqa, ay qaqa, canlıda geçsin söhbət. Atam atma qınırı, mən günahım yoxdur. Ver ona ver. Qaqa, nətər? İşi bildiği o burada. Ay qaqa, bilsin de deyirəm ver ona. Ay qaqa, sən nə problem yaradırsan ki? Ver ona, bir dəqiqə. Problem yaradıram ki. Onu səni demirəm, ona deyirəm ki, ona ver, o yandırdı özü. Qaqa, gəzinə kim problem yarattı? Qaqa, sən dedim ki, bu poğu çıxacaq. Yo, gəlmə, ona verməsin, sübut eləməsin, gəlmə mənə, mən çıxıb gedirəm evimdən. Suya bağlayıram, ay qaqa, sən səhv hərəkət elədin. Niyə? Çünki düzün fitvasına getmədin. Ona ver, ona işim var. Qaqa, ona ver, ay, sənə incidir, ona deyirəm ki, ver onu. Bir dənə ona ver, mən sənə düzgünlüyü deyəcəm. Mən demirəm, ata, başa dönüm sən, ölüm qabağında, ayağın altında ölüm. Mənə deyirsən, zırıqsan, sağ ol. Davay. Mən qadın arxada olan insanlara heç vaxt yaxın olmaram. Kim olur olsun, ha. Çox sağ ol. Vermədin ki, deməli səhv olur da. Deyirəm, ver ona. Deyirəm, ona vermir. Oldu. Sağ ol. Mən uşaq deyiləm. Mən dedimsə, ver ona. Deyirəm ki, ver ona. Sən niyə vermirsən ona? Nə maddi marağım var? Deyirəm ona da. Yok, Pərviz deyil. Kimsə mənə səhv bıraxarsa, Allah canını sağ eləsin. Allah kömək olsun. Allah ömrü uzun eləsin. Mən öpürəm anasının əllərinə. Qaqa, Allah kömək olsun. Mən sənə bu söz gözlədim. Öpürəm səni. Mən deyəcək ki, cındır adamsan, oldu. Mən cındırayım, yani yayıma qoşunma. O elədi, mən eləmədim. Atıb canlıyımı paylaşıb, kişini qəsdən paylaşıb ki, Təbrizi görsün. Git, araşdırmamı düzgün apar, gələrsən. Qaqa, durdun da, fakt sübutudun, canlıda səsi verdi eşitdilər ki, deyir qardaş, onun arxa durdular. Mən vaxt xəyanət eləmişəm, Masuliya. Nikva baxın, Masuliya. Mən vaxt xəyanət eləmişəm. Qaqa, sən dedim problem yaradacaq o. Ona dedim sən problem yaradacaq, o getdi yaratdı, baba səs atıb mənə.
Mən bu səsini eşitməm məcburiyyətini. Söyür var yoxmu? And olsun Allaha, dədə, belə bir şey yoxdur. Qurban sana. Narahatım hər şey yaxşı olacaq. Ayağın altında olun. Kimsə nə deyir, boş vercinə. Qurban olduğum. Gördün qaqa? Saxlayarsan evində. Gördün? Nəhsimə gedib kişi var yoxundan çıxdı. De ki uğraş oğlu uğraş. Sən dedin dedi ki o qız uğraşdı o qız. Hə. Sən xəyanət eləyəcək. Ay dədə, 1000 dənə qız gəlsə, sən ayağının tozuna qurban. Ayağın altında ölüm. Sən nə danışırsan, qurban olduğum. Düz yerdə ay qaqa deyir, bir dəfə apardı verdi polisə, 2000 verdim qurtardım. Nə istəyirsən o qızdan? Deyirəm ki, mən danışmıram da, yəni belə. Gecəniz xeyrə yaxşılar. Qaqa biz peysərik. Bloka gedə, o sısır buradan. Yo, gözəl deyildi. Yanvar, fevral idi. Üstünə qaqa deyir ki, deyirmişəm ki, o qız səbi Vəliyeva, nə görürsən ki? Elə bir sənə münasibət qurmuşam, nə görürsən ki? Ürək şərəsi nə görürsən ki? Anavıza soxmuşam, söyümdür. Saşa Qazaqlı, düz elirsən, ürəyimsən. Nə temadır? Saşa öpürəm sən onun əllərindən, başqa dinlərəm. Ölümsən qabağında. Atalığındır mən. Bunu istəyirik. Salam qardaşım, mod ver. Nə istəyirsiniz? Getdi. Çox siyah gəlpəcizdirlər. Sənin kimi peyslərə xəyanət edilmək lazımdır. Nə deyirsən? Vəliyeva, nə deyirsən? Qadınsan, bəlkə də qardaşın varsa, qardaşın mənlə seryoza çıxa bilməz. Çünki bacısı mənə yazır. Normal qadın burada pis söz yazırsa, onun qardaşı məndən seryozda ciddi yəni real həyatda ciddi söhbət edə bilməz. Normal qadın normal söz yazar. Ben senin neyinemeliyim? Neyinemeliyim? Ulan şeyin mesela gönderdiğinde ne var ki burada? Yine Şimdi görsen de Moğol çekimi danışırsan. İtiydin, it. Diyanaydın da hemen seviyede diyanaydın. Öyle menizi sür. Nə lazım idi? Öyle kalıydın. Qaqa gör nə deyir qaqa? Şimdi niye yumuşaldın ki? Beni göte sokandan sonra. Gör nədir ay qaqa, gör nədir? Ölüm qabağında, gör nə deyir buna bax. Kancığın linkiydi de. Bax. Sen... Beni şeyime sildim bile. Ben gelen şeyi atıram. Dünün abi bu ne deyip bir maraqlanmırsan, götür çevirip gedirsen yazdığıma bakmırsan. Ben senin neylemeliyim? Neylemeliyim? Olan şeyi ben sana gönderdim de ne var ki burada? Dünən yaxşı məndən gəlmədi. Mən də dedim hardan gəldi bu göydən düşdü. İndi görsən nə Moğol çəkimi danışırsan. İt idin, it. Diyanaydın da həmin səviyyədə diyanaydın. Elə mənizi söyürdün, acılıydın, elə qalıydın da həmin normada. İndi niyə yumuşaldın ki? Məni götə soxandan sonra.
Gördün mü? Söhbət qızdan getmir. Bu gəldi mənə, o qancığın linki idi də. Bütün bunları sən yaratmısan da, mənim başıma sən ağrıtmısan da bu qancıqla. Mən də deyirəm, səni heç maraqlandırmadı, demədin bu hardan gəldi? Görsən ay qaqa. Gördün ay qaqa. O atıb da, çıxard evindən. Qaqa mənə hörmətin var, çıxard onu evdən. Çıxard onu evdən. Bax. Ata, düz deyirsən, qurban olum sənə. Yəni indi başfa dönaram sənə. Eşitirsən məni. Bəlkə mədməzəçiliyi mən istəyir bizə. Mən onu tanımıram, tanımaq da istəmirəm. Yəni sən mənə demirsən ki, onu sil geçsin, rəddilə geçsin, rəddiləmişəm gedib. Yəni boş ver, qurban olum. Sən nə deyirsən, düz deyirsən, qurban olduğum. Yəni böyüksən, mən hardasa səhvim ola bilər, ayağın altında ölərəm. Sənə qurban olum, başva dönərəm səni. Mən sənə demirəm ki, səhv danışırsan, mən sənə demirəm ki, belə deyirsən. Bəlkə hardasa mədməzəçilik eləyib də. Ay qaqa, nəyə oxuyum, xiyarsan sən, atıb cəmatı, boyun yoğun kör göz. Qaqa, eşitirsən məni, rədd el evindən, söktardı, rədd el evindən, o kör gözdür, o kör göz. Mən sən səhv çıxarmam, dedim köməkli edərik, mən yanımda olması. Hər şeyin atıb, atası, anası, atası deyəndə ki, nəysə, qaqa, mən onun haqqında danışsam, belə namusu qeyrəti qadındır, nə üç uşağını atıb gəlirdi mənə, hə? Mən dedim ki, qatil mən çöldə qalmışam, belləmişəm, nə üç uşağını atıb gəlirdi mənə? Normal qadın üç uşağını atıb gəlir. Mən yenə sənə heç şey deməkdim. Mən deyirəm, bu nədir göndərmişsin? Mən deyirəm, başım qaçıb. Bir şey ki, mən sənə atıram bunu. Sənin səhvindən gəlir. Bu necə ki? Bildin mənə qurban olduğum. Yəni, bəlkə mən səhvimdən açıb, eləyib. İnsandır da, indi bəlkə məndən prinsipi var. Uçan bilmirsən, onun məndən prinsipi var. Sən ki, mənə bu zərbəni vırdın. Gözlə. Qaqa, görsən nə qarıb? Çıxard onun evindən. Çıxard onun evindən. Çıxar geçsin. Bassın bayra. Gözlə, yığıram. Gözlə. Gözlə ürəyim. Gözlə qardaşım. Qardaşım, pis başa düşmə. Üstümə gəldin. Mən ona görə blok attım sənə. Belə sənə canım qurban. Bilirsən ki, sənə namusum qurban. Və qeyrətim qurban. Az telefonunu. Ha can. Canımsan. Yox, canı verməm. Ha can. Ha can. Sən nə edirsən? Hı. Mən sənə söhbət edirəm. Ha can. Ya başqa bir dənə olsa səhifə canlıya girsə, düzdür. Bir dənə telefon var da bu. Ürəyim, bu atıb, ata, bu atıb da ölüm qabağında. Bu attığım bilirəm. Biz sənə görə bilirəm. Sənin səhifə budur. Mən də günah kimə görə tanımışam. Mənə görə tanımısan, bəli. Adam mənə dedi ki, qaqa qalsın sənin evində. Məsələn, sən 50 manat verəcəkdim. Sən məsələn 20 manat verəcəkdimsə, ona görə də 30-40 verəcəm, bu mən söz də verməsin. Düzdür? Mən demişəm, bəli, mən demişəm, pox yemişəm. Hacan. Kimə görə tanımışam? Mənə görə. Bu gündən sən söyləyim, sən olmasan günah mənə lazımdır. Gəl düzün danış. Yox, qardaşım, yox. Bir də mən sənə söyləyim. Qaqa, ata, bir dənə sözləyim, bir səhv. Ata, alıram, bura bax. Bir səhv, bu da iki səhv, bu da üçüncü səhv. Nə mən bağışlayayım deyirsən? Səncə? Qardaşım. Nə? Ona bir dənə ver. İki kəlmə söz deyəcəm, balamın ölmüşü. Bir də gözə.
Bir dəqiqə güzel. Şərim var ha, gəlib qətlə yetirərəm, pulum da çoxdur. Eşitsən mənə, qulaq as. Qulaq as. Dedim o qulaq as, kör göz. Qulaq as. Niyə canını niyə atmısan kişiyə? Yalansız sənin bax, ölən anığın goruna itəliyim. Niyə atmısan? Kişiyə niyə canını atmısan? Faktlar var məndə. Deyir ki, Təbriz. Günay, eşidirsən məni? Günay, eşidirsən məni? Başqa söz deyirəm. Bura bax, qulaq as. Sən ad saxlamışam. Qulaq as. Sən məni ad saxlamamısan, sus saxlamamısan, heç nəyi danmıram. Sən mənim ucu haqqıma çox görürsən. Yo, haqqıma çox. Ay, bura bax, qulaq as. Ay, mən sözlərimə qulaq as, telefon qulağımdadır. Səni ad saxlamışam. Qulaq as. Başqa söhbət edirəm. Ay, Günay, səni bara öldürərəm. Ay. Abi adına sən də edirsən. Ay bala, eşidirsən məni? Səni ad saxlamışam. Hə? Mən sən harda xəyanət edirəm yalan? Qulaq as, mən səni sübut edəcəm xəyanət elədir. Eşitsən məni? Ay, qulaq as. Ay, kör göz, qulaq as. Deyirəm ki, sənə ad saxlamışam. Sənə bu çol göz mədrigə görə təbii. Sənin bir dəfə Yox, qulaq as, sənə ad saxlamışam. Ad saxlamışam, bəhanə eləmədi, düzün danış da. Qeyrətin varsa düzün danış. Mən qeyrətim də var, namusum var. Namusun var. Sən nə demisə eləməmişəm. Məndən də yaxşı mən qeyrətim, namusum var. Bildin? Yox, nə demisə eləməmişəm sənin üçün. Ay, Hər şey eləmişsən. Mən hər şey eləmişəm. Niyə görə mənim evimdən getdin, 2 gün parkda qaldın? He? niyə görə? Səbəbin açıq. Sən evin. Mən sənə dalaşdım, evdən qovladım səni. Evdən qovladım səni. Evdən qovladım səni. Evdən qolamamısan. Yox, dalaşdıq biz burada. Özün bilirsən nə üstədə açın. Bildim, yox, evdən qovladım səni. Niyə getdin parkda yatdın, gəlmədin mənim bacımgilə, bacı dediyim insangilə. Elə bacgil deyirdin elə. Yaxşı, yox, 2 gün harda qaldın? Harda qaldım? Mən yazıq başım. Səni qovlamışdım, evdən gedib parkda yatırdın. Hoca mən anam. Ay qız, səni qovlamışdım, parkda yatırdın. Parkda yatdı 2 gün. Ay qız, kör göz. Mən neynəməliyəm? Söyləyəcəm bir dəqiqə sən. Neynəməliyəm? Yaxşı, Türkan səni istədi dedi ki, gəl evimizə. Təbriz mənim qardaşımdır, gəl. Mən yerim yoxdursa mən neynəməliyəm? Bir dənə, Türkan sənə dedi ki, gəl evimizə, düzdürmü? Sən hara getdin? Hara getdin? Görmürsən, mən də görsən. Hara getdin? Türkan sənə dedi ki, gəl evə, hara getdin? Hara getdim? Parkda oturmuşdum ben. Parkda oturmuşdun. Neçən oğlan sənə patxod elədi? Mən qeyrətsizəm. Mən talış balasıyam. Mən başım gedib ki, bəlkə dəli olmuşam. Bravo, qulaq as. Sual verirəm sənə. Ay qız, eşitsən məni. Hara getdin Günay? Hara getdin? Təbriz ölsün Təbriz. Niyə görə getdin parka? Türkan sənə nə qədər zəng elədi? Niyə gəlmədin Türkan getdin parka oturmağa? At seçmə, canlıda at seçmə. Başa düşürsən, at seçmə. Niyə ad çəkməyim? Eşitirsən mən? Mən xəyanət elədiyimə görə səni mən bağışlamam. O evdən çıxdığıma görə. Get mənə sübut elə. Sənə yalvardım, dedim ki, Günay, ölüm ayağının altında. Əsəbləşmişik, dalaşmışıq, söyüşmüşük, qayıt evimizə gəl. Düzdürmü? Düzdür? Niyə gəlmədin? Söndürdü. Dostlar, söndürdü. Qeyrətim onda söndürdü. Allah'ım şahidim olsun, söndürdü. Baxın indi. Bax, söndürdü. Mən sizə yalan danışmıram. Bax, söndürdü. Anamın canından dostu söndürdü. Mən burada pis yazanlar da olacaq. Allah köməyiniz olsun. Öpürəm hamınızın anasının əllərindən. Anamızın əllərini öpürəmsə sizin
o girmədiyiniz yerə girib çıxdınız? Allah hamd olsun. Qeyrətim hamd olsun söndürdü. Deyirəm ki, səni evdən qolamamışam. Səni evdən qolamamışam. Niyə çıxdın getdin evdən? Niyə çıxdın? Deyir gedəcək yerim yox. Deyirəm bacımın evi var. Bacımdır da, yəni bacı dediyim insandır. Qeyrətli oğlanın evidir. Deyirəm niyə getmədin onun evinə? Niyə çıxdın getdin parka? Yoldaşımdır, yaşadığım xanımdır. Mən bunları deyən insan deyirəm. Yaşadığım qadın idi. Yaşadığım qadın idi. Yox qaqa, yeyib içmirəm. Ölüm sən qabağında, yeyib içmirəm. Qeyrətiniz varsa kişiləri üstünə gəlməyin. Qeyrətiniz olsun, üstümə gəlməyin, nə olar? Mən yandıram axı içimdə. Bax, yanınıza danışdım ki, sabah Təbrizi pis kimi tanımayasınız. Mən nə qarmışdım axı? Sən evdə qolamışdım, gedirsən sən evdən. Hə? Günahını yox. Mən Aytəz, nə görürsən, anavın ağzına soxun. Nə görürsən, anavı söyünmədin, mənə istirdin. Hə? Burada nə qədər gülənlər var, ha? Hamımızın anasına gedim. Nə qədər gülənlər var, hamısının anasından yad elədim. Mənə nə görürsünüz ki, səhv söz danışmıram, sübutla əldə edirəm ona görə. Çünki siz dındıq xəstəsiniz. Oldu mu? Gedin indi. Qal gedim nəyəsiz getsin. Mən qadına xəyanət eləməmişəm. Qadın mənə xəyanət edir. Söyün, mən apşaka söydüm. Kim mənə görürsə. Yazın blok atıram, yazın blok atıram. Mən sübut elədim. Mən xəyanəti o eləyib, mən eləməmişəm. Qeyrətim olsun, mən bu evdən sonra çıxmamışım. Allah adına mən bu evdən sonra çıxmam. Hamınız mərdiniz, üstüme gəldiniz, mən kişiyəm, mən də Allahım var. Qurla, görsüz nə deyirəm? Deyirəm ki, ad saxlamışam sənə, deyir yox, ad saxlamamışsan. Deyirəm nə istəyirsən almışam. Pis saxlamamışam, ad saxlamamışam. Yeməmişim, yedizdirmişəm. Pis başa düşən bəlsiz amma insansız. Qınamıram, hər bir insan fikri var. Öz xəyalı var, öz fikri var. Pis saxlamamışam. Ad saxlamamışam, yalavac saxlamamışam. Öz təsdiq elədi. Dedim pis saxlamışam səni. Niyə çıxdın getdin evdən? Çıxıb getməzdin də. Gedərdin bacım gilə. Gedərdin dost dediyim oğlan gilə. Niyə getdin? Mən səhv eləmişəm. Nəyi yox idi xalqın işte. Mən yaşadığım qadını deyirəm, ha. Niyə getdin? Niyə? Günay, niyə getdin? Niyə getdin? Hə? Niyə? Niyə eləmişdim sənə? Niyə getdin? Ad saxlayırdım səni. Yalavac saxlayırdım səni.
Mənim panik atatım var, özün də bilirsən. Tutanda pis tutur. Mən onu mazərət etdirmirəm, deyim günah yaxşı yaşasın. Sım gelməmişdən bir gün qabaq sənin üstünə nə qədər maya qoydum? 100 manatlıq maya qoydum. Hava xoşun olsun. Neyləmişdim sənə? Mən panik atadım var, hə. Mən panik atadım var. Astım canlı da koştum, telefon danışdım. Neyləmişdim sənə? Çıxdın getdin, Allah sənin köməyin olsun. Durun mənə niyə xəyanət elədin? Niyə xəyanət elədin? Mən sənə ağarmışdım ki. Neyləmişdim sənə? Neyləmişdim da? Mən zındır yadam. Ha? Yox, heç kim qoşmuram. Özün də təsdiq edin ki, Təbriz mənə pis olmamısan. Mərsə, sən mənə hər şey eləmirsən. Rahman'ın tertemiz hediyesiyim ben. Ne bitkilerin Niye göre sağlıklı değildin? ihtiyaçlarını bilirim, ne de insanların... Mesela pis olsaydı nereye belirlerdin. gideceğini Oraya giderim. Okyanuslardan, denizlerden, nehirlerden... Biri yazır ki, kişi ağlamaz. Nədir, kişinin ürəyi daşdır. Bulutlardan mutlulukla atlar. Bəxtərin aşkıdır. Yox, mamın yobrısıdır. Küçük çocukların minik ellerini öper damlaları. Hərə öz fikrin yaz da burada qız tutmaq üçün. Vallahi Allah hamd olsun, qız tutacaqsınız. Qoyacaq çivizə, axırda deyirsiniz ki, Təbriz düz deyir. Görməmişsiniz hələ. Yağmur derler bana. Bir adım rahmettir, diğer adım bereket. Rahman olan yaratıcımız sevgisiyle... Hə, yazır, pis sözlər nə qədər yazırlar ha. Aha, dəlisən. Annelerin kalbi- Baba, dəlisən yazan bu. Küskün ürək. Sən bütün canlılarda varsan, sənin anavın ağzını oldu. Büyür müydü? Ceylanlar suya... Basan bloka. Ya insanlar ne yapardı? Susuz yaşanır mıydı şu güzelim dünyada? Rahman olan Allah'ımıza yağmur damlaları Başka? acısı teşekkürlerimizle. Sen yarattığın hiçbir şey rahmetinin... Avtoritetam. Lotuyam. Kasıb lotusuyam. Kasıbın ayağın altını təmizləyənəm. Kasıbın. Kasıbın ayağın altını təmizləyənəm. Dur Osman da. Oldu, durdum. Dururam Osman'a. Burada nə qədər mənə pis yazanlar var ha. Allah başınıza gətirsin. Mənə sütka verən yoxdur, pulum çoxdur. Sütka vermirlər, mən nə qalmışam ki? Kimin anasından batsın sataşmışam? Neyməmişəm ki? Hərəmiz bir fikir yazısı, qozma da deyil. Siz fikirlərinizə baxıram. Sən lotu, mən pox yerim anamın ağzına lotu olaram. Nəslimin ağzına. Qeyrətimlə pox yerim. Qeyrətiniz varsa belə nə yazırsınız? Erməni yazardınız. Erməni qeyb qabağını durardınız da. Qeyrətiniz varsa 312 nəfər. Gedin İlham Əliyevə deyin ki 44 günü matəm hesab edin. Heç kim matəm saxlamır 44 günü. İmama matəm saxlayırsınız. Oldu mu? Belə qeyrətdən danışırsa gedin İlham Əliyevə deyin ki 44 günü matəm hesab edə. Götünüzə başınıza bunu alnınızı tanıyacaq. Tanıyırız da. Rahat olun. Götürülürsə İlham Əliyevə cavab verin. Bu ilə prezident olsa beləsini yaşasın reis Təbriz. Siz busunuz da mən kayıtlarınızı ataram, lazım olan yerlər başa saldıraram sizi.
Üstümə gəlməyin. Qayıtlarınızı ataram. Mən bu prezident oluram. Siz mənə cavab verə bilmirsiniz. Rahat olun. Yalan deyirəmsə balam ölsün. Yalan deyirəmsə balam ölsün. Bu günləri burada hansısa bir şəxs gəlib prezident olsa, qeyrətimən özü deyəsən Allah rəisimizin canını sağ eləsin. Eşitdiniz, siz bu insanlarsınız. Mən sizə nəsə demirəm, nə də biz sizə bir söz demək də istəmirəm. Oldu mu? Qeyrətimən olsun. İstəyirsiniz söyün, döyün. Üyəyiz hara istəyir aparın verin. Sizinlə razıyam. Mən bir canım deyil, atamı 2 yaşımda, anamı 2 yaşımda, qardaşım türmədə, ailəmdən dağılmışam. Uşağımı gec görən insanım. Ögey anam məzulum verdi, atalığım rəhmətə getdi, kaş görməzdi. 8 dənə mən travma yaşamışam. Niyə necəsiz? Ay polis, ay baş komandan maçı öldürün. Niyə necəsiz? Mən vecimə də dörü. Evinizi içərisizdə görüb düzgününə qadir, düzgününə fitva verən insansınız. Gelin Ali Baş Komandanına ki 44 günlük müharibə oldu. Şəhidlərimizə matəm ver. Verəcək, bu deyib onu verəcək. Mən ağlamıram, edədə. Mən çəkdiyim əziyyətə görə yanıram, başladım. Yeməmişəm, yizdirmişəm, içməmişəm, içsizdirmişəm. Sənə qurban olduğum. Sənin ayağının altında ölüm. Mən demirəm ki, ona görə ağlayıram. Mən əziyyətimə görə ağlayıram. Nədir, kişinin ürəyi yoxdur? Nəyə gülürsünüz ki? Siz gülə bilərsiniz. Çünki bilsənlər, güləndə mənim remeyimdən aşağı oğlandı. Nömrəsini yazsın direktə, mən gəlsin cici söhbət edeyim. Talışam, Lənkəranıyam. Bir tərəfim talışdır, Lənkəranıdır. Gəlsin qabağıma söhbət eləsin. Mən o öldürsəm də mən asfəlik edəyəm. Onun arası benzimə ağlar qaldı. Çünki mən hərləmirəm. Mən nə eləmişəm sizə? Oğlan, yaxşı oğlan burada yazmır. Yaxşı oğlan direktə yazır ki, qaqa, sən burada səhvin var, mən səhvim varsa, həqiqətən düz deyəcəksən, mən onun ayağının altında üzr istəməyə, qarşısında baş əyməyə hazıram. Amma burada yazıb şirə dönməyin. Hamınızı tanıyırım, narahat olmayın. Mən sizə nəsə demirəm, nə də sizə ilişmirəm. Mən sizinlə də işim yoxdur. Yaxşı oğlan burada yazmır. Yaxşı oğlan çıxır ki, realda mən sənə söhbət edərəm. Düzdür, mən hər bir söz yaza bilərsiniz. Hər bir söz yaza bilərsiniz. Mən sizə razıyam. Mən sizə nəsə demirəm. Tamam, okey. Bu aşk böyle bitemez. Allah sənin köməyin olsun. Allah səndən razı olsun. Kim mənə nəsə söymür, öpürəm anasının əllərindən. Mən ağarmışam ki, mən oturmuşam yerimdə. Allah sizə köməyiniz olsun. Öpürəm. Mənə burada yox. Burada söyüşlər söyə bilərsiniz. Realda 279 oxlar, 5 milyon, 10 milyon əhalinin içindir. Mənə gəlib götürünə, yəni sözün deyə bilməz, yəni mənə. Mənə başa-baş gələ bilməz. Öpürəm. Mənim pulum daşşağa qədərdir. Sən mənə necəsən ki? Hə? Niyə necəsən mənə? Niyə necəsən? Mən götümə güvənib danışıram belə. Çünki mən pulumu verib qutaracam. Mən sənə heç eləməmişəm. Çünki mən pulumu verib qutaracam. Mən sənə heç eləməmişəm.
Mən heç kimə heç eləməmişəm. Ayağınızın altında ölüm. Mən heç kimə heç eləməmişəm. Mən sizə pisliyim keçməyim. Çünki məni yandıran oldu ki, mən Allahdan qadan mənə lazım deyil. Bəlkə də səhv söhbət edirəm. Səhvəmsə kimisə qarşısında. Qoluna qədər güc varsa ona gedin. Sənin anabı sikim günah. Anamın döşünə soxun günah. Öyrən anamı. Öyrən anamı.